Oğlaq bürcü 8 yanvar 2026 Oğlaq bürcünün günlük proqnozu. Bugün oğlaqlar üçün daha çox daxili tarazlıq və səbir ön plana çıxır. Gün ərzində baş verən hadisələr səni düşünərək hərəkət etməyə və tələsməməyə sövq edə bilər. Hər şeyi nəzarətdə saxlamağa çalışmaq əvəzinə axına uyğun irəliləmək günün daha rahat keçməsinə kömək edəcək. Daxili hisslərin sənə doğru istiqaməti göstərməyə çalışacaq, buna görə də özünü dinləmək faydalı olacaq. İnsanlarla münasibətlərdə sakit və anlayışlı davranış önəm qazanır. Qarşılıqlı söhbətlərdə açıq olmaq, emosiyalara qapılmadan fikirlərini bölüşmək gərginliyi azalda bilər. Kiçik anlaşılmazlıqlar olsa belə, xoş niyyət və səbir sayəsində münasibətlərdə yumşaqlıq yaranacaq. Yaxın çevrəndən gələn dəstək özünü daha rahat hiss etməyinə səbəb olacaq. Bugün düşüncələrini toplamaq və gələcək addımların üzərində sakit şəkildə düşünmək üçün uyğundur. Keçmişdə səni yoran mövzulara fərqli prizmadan baxmaq və artıq mənası qalmayan məsələləri arxada qoymaq sənə yüngüllük verə bilər. Hər şeyin dərhal həll olunmasını gözləmək əvəzinə zamanın axışına güvənmək daha doğru olacaq. Günün ümumi enerjisi sakit və ölçülüdür. Öz tempini qorumaq, artıq yüklənməmək və özünə vaxt ayırmaq daxili rahatlığını artıracaq. Bugünün mesajı: tələsmən, öz yoluna güvən və hər şeyin zamanla aydınlaşmasına imkan ver. Dolça bürcü 8 yanvar 2026 Dolça bürcünün günlük proqnozu. Bugün dolçalar üçün yeniliklərə açıq olmaq və hadisələrə fərqli prizmadan baxmaq ön plana çıxır. Gün ərzində gözləmədiyin vəziyyətlər yarana bilər, lakin çevik düşüncə tərzin sayəsində uyğunlaşmaq sənin üçün çətin olmayacaq. Hər şeyi əvvəlcədən planlaşdırmaq əvəzinə anın gətirdiklərinə uyğun hərəkət etmək daha rahat nəticə verə bilər. Ünsiyyətdə səmimiyyət və açıqlıq vacib rol oynayır. Fikirlərini açıq şəkildə ifadə etmək ətrafındakı insanların səni daha yaxşı anlamasına kömək edəcək. Bəzi mövzularda fərqli baxışlar ortaya çıxa bilər, amma bunu problem kimi deyil, fikir mübadiləsi kimi qəbul etsən, münasibətlər daha da möhkəmlənə bilər. Dostlarla edilən söhbətlər ruhunu yüngülləşdirəcək. Bugün özünlə bağlı bəzi mövzular üzərində düşünmək üçün də uyğundur. Daxilində səni narahat edən suallara cavab tapmaq, nəyin sənə yaxşı gəlib gəlmədiyini anlamaq mümkün ola bilər. Özünə qarşı daha anlayışlı olmaq və hər şeyə tənqidi yanaşmamaq daxili rahatlıq yaradacaq. Günün ümumi axarı dəyişkən olsa da enerjisi yüngüldür. Özünü sıxmadan rahat tempdə irəliləmək və kiçik sevinclərə fokuslanmaq gününü daha xoş edəcək. Bugünün mesajı: fərqli olmağa icazə ver, öz fikirlərinə güvən və dəyişikliklərdən qorxma. Balıq bürcü 8 yanvar 2026 Balıq bürcünün günlük proqnozu. Bugün balıqlar üçün duyğular daha həssas və dərin ola bilər. Gün ərzində yaşanan hadisələr səni daha çox iç dünyana yönəldən bəzi mövzular üzərində düşünməyə vadar edə bilər. Tələsmədən sakit şəkildə irəliləmək və hər şeyi olduğu kimi qəbul etmək sənə rahatlıq gətirəcək. Daxili hisslərin bugün xüsusilə yol göstərən rol oynaya bilər. İnsanlarla münasibətlərdə yumşaqlıq və anlayış ön plandadır. Qarşı tərəfin hisslərini nəzərə almaq, empati göstərmək əlaqələri daha səmimi hala gətirə bilər. Kiçik anlaşılmazlıqlar olsa belə, incə yanaşma və xoş sözlər gərginliyin qarşısını alacaq. Sevdiklərinlə keçirilən vaxt sənə emosional dəstək verəcək. Bugün yaradıcılıqla bağlı mövzulara və xəyal gücünə yer ayırmaq faydalı ola bilər. Özünlə tək qalmaq, düşüncələrini yazmaq və ya sakit fəaliyyətlərlə məşğul olmaq daxili balansını gücləndirəcək. Keçmişdə qalan bəzi duyğular yenidən gündəmə gələ bilər, lakin onlara anlayışla yanaşmaq səni yüngülləşdirəcək. Günün enerjisi axıcı və sakitdir. Özünü yormamaq, istirahətə zaman ayırmaq və emosional sərhədlərini qorumaq günün daha rahat keçməsinə kömək edəcək. Bugünün mesajı: hisslərinə qulaq as, özünə qarşı şəfqətli ol və axına güvən. Qoç bürcü 8 yanvar 2026 Qoç bürcünün günlük proqnozu. Bugün qoçlar üçün hərəkət və təşəbbüs istəyi yüksəkdir, lakin hadisələrin axarına bir qədər diqqətlə yanaşmaq faydalı olacaq.
Gün ərzində qarşına çıxan mövzular səni tez qərar verməyə sövq edə bilər. Buna baxmayaraq bir anlıq dayanıb düşünmək, nəyin həqiqətən vacib olduğunu ayırd etməyə kömək edər. Sakit qalmaq və enerjini tələsmədən yönləndirmək günün gedişatını daha müsbət edə bilər. Ünsiyyətdə dürüstlük və açıqlıq ön plandadır. Fikirlərini ifadə edərkən tonuna diqqət yetirmək, qarşı tərəfin də mövqeyini dinləmək vacibdir. Əks halda kiçik mövzular belə böyüyə bilər. Anlayış göstərdikdə və qarşılıqlı hörmət saxladıqda münasibətlərdə istilik və yumşaqlıq yaranacaq. Xüsusilə yaxın çevrəndən gələn dəstək sənə güvən hissi verəcək. Bugün öz məqsədlərin və istəklərin üzərində daha dərindən düşünmək üçün əlverişlidir. Hansı istiqamətdə irəliləmək istədiyini aydınlaşdırmaq və prioritetlərini müəyyənləşdirmək sənə daxili rahatlıq verə bilər. Keçmişdə səni narahat edən bəzi məsələlər yenidən xatırlana bilər, lakin bu dəfə onlara daha sakit və yetkin yanaşmaq mümkün olacaq. Günün enerjisi canlıdır, lakin bədəni və zehni yormamaq vacibdir. Arada fasilə vermək, özünə vaxt ayırmaq və sevdiyin fəaliyyətlə məşğul olmaq balansını qorumağa kömək edəcək. Bugünün mesajı: tələsmən, öz gücünə güvən və hər addımı düşünərək at. Buğa bürcü. 8 yanvar 2026 Buğa bürcünün günlük proqnozu. Bugün buğalar üçün rahatlıq və daxili sakitlik daha önəmli ola bilər. Gün ərzində qarşılaşdığın hadisələr səni tələsmədən düşünərək hərəkət etməyə yönəldə bilər. Hər şeyi eyni anda həll etməyə çalışmaqdansa, kiçik addımlarla irəliləmək daha doğru olacaq. Özünü güvənli hiss etdiyin mühitdə qalmaq və gündəlik axını çox dəyişməmək sənə yaxşı təsir edəcək. Ünsiyyətdə anlayışlı və səbirli davranış ön plana çıxır. Qarşı tərəfin fikirlərini diqqətlə dinləmək münasibətlərdə gərginliyin qarşısını ala bilər. Bəzi mövzularda güzəştə getmək sənin üçün çətin olsa da, bugün yumşaq yanaşma daha müsbət nəticə verəcək. Yaxın insanlardan gələn xoş sözlər və diqqət ruhunu qaldıra bilər. Bugün özünə daha çox vaxt ayırmaq və daxili ehtiyaclarını anlamaq üçün uyğundur. Nələri davam etdirmək, nələri isə geridə buraxmaq istədiyini düşünmək sənə aydınlıq gətirə bilər. Keçmişdə verdiyin qərarları yenidən dəyərləndirmək və özünə qarşı daha anlayışlı olmaq daxili rahatlığı artıracaq. Günün enerjisi sakit və axıcıdır. Öz ritmini qorumaq, istirahəti unutmamaq və səni yoran mövzulardan bir qədər uzaq durmaq günün daha balanslı keçməsinə kömək edəcək. Bugünün mesajı: sakitliyini qoru, özünə güvən və hər şeyin zamanla yoluna düşəcəyinə inan. Əkizlər bürcü. 8 yanvar 2026 Əkizlər bürcünün günlük proqnozu. Bugün əkizlər üçün hərəkətli düşüncələr və müxtəlif mövzular ön planda ola bilər. Gün ərzində bir neçə məsələ eyni anda diqqətini çəkə bilər, lakin özünü çox yormamaq üçün prioritetləri düzgün müəyyənləşdirmək vacibdir. Tələsmədən diqqətini topladıqdan sonra addım atmaq günün daha rahat keçməsinə kömək edəcək. Ünsiyyət sahəsində aktivlik hiss olunur. Söhbətlər, yazışmalar və fikir mübadilələri günün əsas mövzularından biri ola bilər. Fikirlərini ifadə edərkən qarşı tərəfi də dinləmək anlaşmanı gücləndirəcək. Kiçik söz anlaşılmazlıqları yarana bilər, amma səmimi yanaşma ilə bunları asanlıqla yoluna qoymaq mümkündür. Bugün yeni məlumatlar əldə etmək və fərqli mövzularla maraqlanmaq üçün əlverişlidir. Oxumaq, araşdırmaq və düşüncələrini paylaşmaq sənə həm zövq verə, həm də daxili aydınlıq gətirə bilər. Eyni zamanda biraz sakitlik tapmaq və düşüncələrini toparlamaq üçün özünə qısa fasilələr vermək faydalı olacaq. Günün enerjisi dəyişkəndir, lakin yüngüldür. Öz tempini qorumaq, diqqətini dağınıq etməmək və hər mövzuya eyni anda fokuslanmamaq günün daha balanslı keçməsinə yardım edəcək. Bugünün mesajı: fikirlərini toparla, ünsiyyətdən zövq al və diqqətini səni irəli aparan mövzulara yönəld. Xərçəng bürcü. 8 yanvar 2026 Xərçəng bürcünün günlük proqnozu. Bugün xərçənglər üçün emosional mövzular ön plandadır və daxili dünyana yönəlmək üçün əlverişli zamandır. Gün ərzində baş verən hadisələr səni hisslərinə daha çox qulaq asmağa və reaksiyalarını diqqətlə idarə etməyə sövq edə bilər.
tələsmədən hər şeyi sakitliklə qiymətləndirmək və ani qərarlardan uzaq durmaq günün daha rahat keçməsinə kömək edəcək. Özünü dinləmək və ehtiyaclarını nəzərə almaq bu gün xüsusilə vacibdir. Ünsiyyətdə şəfqət və anlayış ön plandadır. Yaxın insanlarla edilən söhbətlər köhnə mövzuları yenidən gündəmə gətirə bilər. Səmimi və incitmədən fikirlərini bölüşmək münasibətləri yumşaldacaq, qarşı tərəfin hisslərini nəzərə almaq isə qarşılıqlı etimadı gücləndirəcək. Bugün dost və ailədən gələn dəstək ruhunu qaldıracaq və özünü daha güvənli hiss etməyinə səbəb olacaq. Eyni zamanda ev və şəxsi həyatla bağlı mövzulara daha çox diqqət ayırmaq istəyə bilərsən. Özünü rahat hiss etdiyin mühitdə olmaq, sevdiklərinlə vaxt keçirmək və kiçik xoş anlara yer vermək daxili istilik və rahatlıq gətirəcək. Keçmiş xatirələr yenidən yada düşə bilər, lakin onlara sakit və anlayışla yanaşmaq, dərs kimi qəbul etmək sənə yüngüllük verəcək. Günün ümumi enerjisi yumşaq və axıcıdır. Özünü yormamaq, emosional sərhədlərini qorumaq, ehtiyac duyduqda geri çəkilmək və kiçik anlarda nəfəs almağa vaxt ayırmaq günün balanslı keçməsinə kömək edəcək. Bugünün mesajı: hisslərinə qulaq as, özünü qorumağı unutma və sənə yaxşı gələn mühitdə qal. Sakitlik və diqqət sənə güc verəcək. Şir bürcü 8 yanvar 2026 Şir bürcünün günlük proqnozu. Bugün şirlər üçün diqqət və enerji balansı ön plandadır. Gün ərzində qarşına çıxan vəziyyətlər səni fəal olmağa sövq edə bilər, lakin tələsmədən hərəkət etmək daha faydalı olacaq. Öz istəklərini və prioritetlərini düşünərək hər addımı atmaq günün daha rahat keçməsinə kömək edəcək. İnsanlarla ünsiyyətdə səmimiyyət və açıq danışıq əsas rol oynayır. Fikirlərini ifadə edərkən qarşı tərəfi də dinləmək və anlayış göstərmək münasibətləri yumşaldacaq. Kiçik anlaşılmazlıqlar olsa belə, sakit yanaşma və gülərüzlük problemləri asanlıqla yoluna qoyacaq. Yaxın çevrədən gələn dəstək və diqqət özünü daha güvənli hiss etməyinə səbəb olacaq. Bugün həm də şəxsi məqsədlər üzərində düşünmək üçün əlverişlidir. Nəyə görə hərəkət etdiyini, hansı mövzularda diqqətini artırmalı olduğunu anlamaq sənə daxili aydınlıq verə bilər. Keçmişdə yarımçıq qalan işlər yenidən gündəmə gələ bilər, lakin onlara sakit yanaşmaq və addım-addım irəliləmək daha faydalı olacaq. Günün enerjisi sabit və mülayimdir, lakin bəzən diqqət yayına bilər. Özünü çox yormamaq, kiçik fasilələr vermək və xoşuna gələn fəaliyyətlərə vaxt ayırmaq günün balansını qoruyacaq. Bugünün mesajı: fikirlərini və enerjini düzgün yönəlt, sakit qal və hər addımı düşünərək at. Hər şey zamanla yoluna düşəcək. Qız bürcü 8 yanvar 2026 Qız bürcünün günlük proqnozu. Bugün qızlar üçün sakitlik və diqqət ön plandadır. Qarşına çıxan hadisələr səni tələsmədən, düşünərək hərəkət etməyə sövq edə bilər. Ani qərarlardan uzaq durmaq, hər şeyi addım-addım qiymətləndirmək günün daha rahat keçməsinə yardım edəcək. Öz daxili səsinə qulaq asmaq və hisslərini nəzərə almaq bugün xüsusilə faydalıdır. İnsanlarla münasibətlərdə anlayış və yumşaqlıq əsas rol oynayır. Fikirlərini ifadə edərkən qarşı tərəfi də dinləmək kiçik anlaşılmazlıqların böyüməsinin qarşısını alacaq. Səmimi ünsiyyət, diqqət və xoş niyyət münasibətləri möhkəmləndirəcək. Yaxın çevrəndən gələn dəstək və diqqət ruhunu qaldıracaq, özünü daha güvənli və rahat hiss etməyinə səbəb olacaq. Bugün həmçinin düşüncələrini toplamaq və gələcək barədə sakit şəkildə planlamaq üçün əlverişlidir. Keçmişdə baş verənləri qiymətləndirmək, nəyin sənə həqiqətən yaxşı gəldiyini anlamaq və artıq yoran mövzuları buraxmaq daxili rahatlıq gətirəcək. Eyni zamanda kiçik detallar üzərində diqqətli olmaq səni daha balanslı və hazırlıqlı edəcək. Hər şeyi dərhal dəyişdirməyə çalışmaq əvəzinə zamanın axışına güvənmək daha doğru olacaq. Günün enerjisi sabit və ölçülüdür. Öz ritmini qorumaq, özünə vaxt ayırmaq, kiçik xoş anlara yer vermək və lazım olduqda geri çəkilmək günün balanslı keçməsinə kömək edəcək. Bugünün mesajı: sakit qal, özünə güvən, detalların üzərində diqqətli ol və hər şeyin tədricən yoluna düşməsinə imkan ver. Tərəzi bürcü 8 yanvar 2026 Tərəzi bürcünün günlük proqnozu.
Bugün tərəzilər üçün balans və harmoniya ön plandadır. Qarşına çıxan vəziyyətlər səni düşünərək hərəkət etməyə və ani qərarlardan uzaq durmağa sövq edə bilər. Tələsmədən addım-addım irəliləmək və hər şeyi ölçüb biçmək günün daha rahat keçməsinə kömək edəcək. Öz hisslərinə və intuisiyana qulaq asmaq bugün xüsusilə faydalıdır. İnsanlarla münasibətlərdə yumşaqlıq və anlayış vacibdir. Qarşı tərəfi diqqətlə dinləmək, fikir ayrılıqlarını sakit və səmimi söhbətlə həll etməyə yardım edəcək. Kiçik anlaşılmazlıqlar olsa belə nəzakətli və açıq ünsiyyət münasibətləri möhkəmləndirəcək. Dost və yaxın çevrədən gələn dəstək sənə güvən və rahatlıq hissi verəcək. Bugün həmçinin düşüncələrini toplamaq və gələcək planların üzərində sakit şəkildə düşünmək üçün əlverişlidir. Keçmişdə səni yoran mövzuları arxada qoymaq, nələrə diqqət etməli olduğunu anlamaq daxili rahatlıq yaradacaq. Hər şeyi dərhal həll etməyə çalışmaq əvəzinə, prosesin axışına güvənmək daha doğru olacaq. Günün enerjisi sabit və ölçülüdür. Öz ritmini qorumaq, özünə vaxt ayırmaq və kiçik xoş anlara yer vermək günün balanslı keçməsinə kömək edəcək. Bugünün mesajı: sakit qal, öz hisslərinə güvən və hər şeyin zamanla yoluna düşməsinə imkan ver. Əqrəb bürcü 8 yanvar 2026 Əqrəb bürcünün günlük proqnozu. Bugün əqrəblər üçün dərin düşüncə və diqqət ön plandadır. Qarşına çıxan vəziyyətlər səni hər şeyi tələsmədən, sakit və ölçülü şəkildə qiymətləndirməyə sövq edə bilər. Öz hisslərinə və daxili səsinə qulaq asmaq, qərarlarını daha düzgün verməyə yardım edəcək. Ani reaksiya göstərməkdən uzaq durmaq günün gedişatını daha rahat edəcək və sənə daxili tarazlıq verəcək. İnsanlarla ünsiyyətdə anlayış və incəlik əsas rol oynayır. Qarşı tərəfi diqqətlə dinləmək, fikirlərini sakit və açıq şəkildə paylaşmaq münasibətləri yumşaldacaq. Kiçik anlaşılmazlıqlar yaransa belə, səbir və səmimiyyət sayəsində hər şeyi yoluna qoymaq mümkündür. Yaxın çevrədən gələn dəstək, diqqət və isti sözlər özünü daha güvənli və rahat hiss etməyinə səbəb olacaq. Bugün həmçinin öz düşüncələrini toplamaq və gələcək planlarını gözdən keçirmək üçün əlverişlidir. Keçmişdə səni narahat edən mövzular yenidən gündəmə gələ bilər, lakin onlara sakit və yetkin yanaşmaq daxili rahatlıq yaradacaq. Özünü yormamaq, prosesə vaxt vermək və kiçik anlarda nəfəs almağa yer ayırmaq daha faydalıdır. Həmçinin şəxsi hisslərini və ehtiyaclarını nəzərə almaq gün ərzində balansı qorumağı asanlaşdıracaq. Günün enerjisi sakit və axıcıdır. Öz ritmini qorumaq, lazım olduqda geri çəkilmək və kiçik sevinclərə yer vermək günün balanslı keçməsinə yardım edəcək. Bugünün mesajı: sakit qal, hisslərinə güvən, özünü qorumağı unutma və hər şeyin zamanla yoluna düşməsinə icazə ver. Daxili tarazlıq sənə güc verəcək. Oxatan bürcü 8 yanvar 2026 Oxatan bürcünün günlük proqnozu. Bugün oxatanlar üçün hərəkət və kəşf arzusunun ön planda olduğu bir gündür. Qarşına çıxan vəziyyətlər səni yeni mövzularla maraqlanmağa və fərqli perspektivlərdən baxmağa sövq edə bilər. Tələsmədən hadisələrə açıq yanaşmaq və anın gətirdiklərini qəbul etmək günün daha rahat keçməsinə kömək edəcək. İnsanlarla ünsiyyətdə açıq fikirli və səmimi olmaq vacibdir. Fikirlərini paylaşarkən qarşı tərəfi dinləmək və anlayış göstərmək münasibətləri yumşaldacaq. Kiçik anlaşılmazlıqlar olsa belə, pozitiv yanaşma və dostca ünsiyyət hər şeyi yoluna qoymağa yardım edəcək. Yaxın dostlardan gələn dəstək və diqqət özünü daha rahat və güvənli hiss etməyinə səbəb olacaq. Bugün həmçinin yeni biliklər əldə etmək və maraqlandığın mövzularla məşğul olmaq üçün əlverişlidir. Araşdırmaq, öyrənmək və düşüncələrini paylaşmaq sənə həm zövq verə, həm də daxili aydınlıq gətirə bilər. Eyni zamanda kiçik fasilələr verərək gün ərzində sakitliyi qorumaq faydalıdır. Günün enerjisi aktiv və yüngüldür. Öz tempini qorumaq, enerjini düzgün istiqamətə yönəltmək və günün kiçik gözəlliklərinə diqqət yetirmək günün balanslı keçməsinə yardım edəcək. Bugünün mesajı: açıq fikirli ol, yeni imkanlara bax və enerjini düzgün istiqamətə yönəlt. Hər şey zamanla aydınlaşacaq.